Bu günlərim riyaziyyat dərsimizdə maraqlı bir mövzumuz var. Gəlin mövzumuzla tanış olmamışdan əvvəl bir neçə videonu izləyək. Diqqətlə izləyin, bütün diqqətiniz ekranda olsun, monitorda olsun. Diqqətlə baxın izlənilən videolar, çünki onlarla bağlı sizə müxtəlif suallar ünvanlayacaq. İzləyək. Çox diqqətlə baxın. Keçəcəyim. Gəlin baxaq görək, bu izlədiyimiz videolarda biz nələrə şahid olduq, nəyi gördük, kim deyər? De görə Sübhan. Mən təbiət hadisələri, bir də insan tərəfindən verilən hadisələr. Orada məsələn, insan tərəfindən verilən gəlişdir, onlar insan tərəfindən elənir. Yəni insanların müdaxiləsi olan hansı hadisənin baş verməsini təbiət hadisəsini izlədik. Yaxşı, əyləş. Başqa uşaqlar, gəlin bir qədər geniş baxsaq əgər biz burada başqa nəyin şahidi olduq? De görün Fəridə. Mən bu hadisələr günlük həyatımızda rast gəlirik. Belə hadisələr günlük həyatımızda rast gəlirik. Yəni, günlük həyatımızda əksərən rastlaşdığımız hadisələr, düzdürmü? Gəlin çərçivəni bir qədər də genişləndirək. Əgər biz bunu günlük hadisə kimi adlandırmış olsaq, təbiət hadisəsi kimi bölmüş olsaq, bu sadəcə təbiətdə baş verən hadisələr qrupuna daxil olacaq, düzdürmü? Gəlin onda biz bir qədər çərçivəni genişləndirək görək. Başqa nə ortaqlıq gördük burada? Bax, bu hadisələrdə başqa nəyin şahid olduq? De görünlərmi? Mənim izlədiyimiz hadisələrdə bəziləri ləng, bəziləri də ləngin müsbətən daha tez Cəlb nə olur? Baş verir. Aha, yaxşı. Deməli, uşaqlar, izlədiyimiz müxtəlif hadisələrin içərisində yoldaşımız qeyd etdi ki, bəzilərində lənglik var idi, amma bəziləri ona nisbətən daha tez cəhd baş verir, düzdürmü? Yaxşı, bax, bütün bu dediklərimizi əgər ümumiləşdirmiş olsaq ki, biz izlədiyimiz hadisələrdə insan təsiri var idi, təbiət hadisələri var idi və onlar arasında fərqli cəhət kimi Nərmin də vurğuladı ki, bəziləri tez baş verir, cəhd bir zamanda olur, bəziləri isə yavaş, yəni ləng bir şəkildə baş verir. Onda biz burada bunların hamısını ortaq cəhət olaraq birləşdirsək, bütün bu gördüklərimizi, bütünlükdə onların hamısı üçün xarakterik olan bir sözlə, bir ifadə ilə necə adlandıra bilərik bunu? Aha, necə deyək, də görməyəmlər? Mənim sürət. Sürət adlandıraq. Bəli, deməli uşaqlar, vurğuladığınız kimi bugün riyaziyyat dərsində mövzumuz olacaq. Hansı mövzu? Sürət. Mövzumuz olacaq sürət. Gəlin baxaq görək uşaqlar. Bax, bu lənglik dedik, tempin tezliyi dedik, hərəkətlərin olduğu, yəni izlədiyimiz videolardan dedik ki, sürət müxtəlif yerlərdə, müxtəlif məqamlarda özünü göstərir, düzdürmü? Bəs yaxşı, gəlin bir anlıq beynimizdə bir canlandıraq. Sürətin bizə həmişə yaxşı, müsbət tərəfləri varmı, yoxsa onun pis tərəfləri varmı? Varmı müsbət cəhətləri sürətliyin, yaxud da ki, pis tərəfləri, mənfi tərəfləri varmı? Raif, nə deyə bilərsən bana? Məsafə. Yox, məsafəni demirəm, uzun. Diqqətlə qulaq as sualıma. Gör nə soruşuram. Deyirəm ki, sürət bizə lazımdırmı? Yəni, yaxşı tərəfləri var mı, yoxsa mənfi tərəfləri var? Aha, de görək Elif. Məsafədən. Məsafənin sürətlə hələ heç bir ilgisindən danışmır. Sualıma qulaq asın, görün nə soruşuram. De görüm Hülya qızım. Sürət bizim həyatımızda mənfi və müsbət tərəfdən soruşuram. Yaxşıdırmı sürətli olmaq? Yəni bizə lazımlıdırmı? Nə sahədə lazımdır məsələn? Məsəl üçün, mən bunun ölçüsünü tapam. Mən deyim. Ölçü nədir? Tarixdə görün quzum. Onun yaxşı tərəfi var ki, biz işə gecikəndə sürətli sürür, işə gedə bilərik. Ayşə, yəni bir yerə gec qalmamaq üçün bizim köməyimizə nə
çatır? Sürət çatır, maşının sürətinə, yəni sürət çatır. Aha, başqa hansı sahədə yaxşı tədbir? De görüm İslam. Mən mənfi nətər deyim də, indi pis Mənfi cəhət, yəni. mənfi cəhətdən də maşınla indi, Talin dediyi kimi maşınla gedəndə, həm də sürətlə getsək avariya eləyə bilərik. Yəni qəza törədək. Müsbət cəhəti odur ki, istədiyimiz bir şeyi cəhət qısa bir zaman ərzində əldə edəcəyik. Mənfi tərəfi də nə oldu bunun? Yəni bizim eyni zamanda sürət həddini aşmağımız müəyyən məsələdə nədir? Bizə ziyanlıq törədə bilər, düzdürmü? Hətta atalarımız da nə deyir? Deyir ki, tələsən tərbiyə düşər. Bəli, bunu da əgər əlaqələndirmiş olsa, buyur Sübhan, nə deyirsən? Mənim, tutaq ki, bir yerə gedirik, ailəmiz zadı götürmüşük də, yolda dəmirləri veriblər, onun üstündə də, məsələn, 30 yazıqlar qırmızı rənglə, yəni ki, 30 dərəcədən keçməməli. Dərəcəli, 30 sürəti 30-dan keçməməli. Bəli, bizə köməkçi vasitələr əyləş doğruluqları. Bizim üçün də, yəni yolda hərəkət qaydalarının köməkçi vasitələrimiz nədir? Yol nişanları ki, biz onları riayət eləsək, qəzalardan uzaq olar. Yaxşı uşaqlar, bax bir anlıq burada dedik, maşınla harasa getdik, yoldaşlarla ailəmizlə çıxdıq bir piknikə deyək, ya işə tələsdik, müxtəlif hadisələri izlədik. Bunların hamısında sürət, gözəl və mənfi tərəflərini dedik. Yaxşı, bəs sizcə dünyada ən sürətli nə götürülür? De görüm Hüseyin. Mənim ildırım. İşıq sürəti. Ayşə, işıq sürəti götürülür. Yaxşı, bax bir insan olaraq, hamımız insan. Gəlin başqa bir prizmadan yanaşaq görək. İşıq sürətindən də sizcə sürətli nə ola bilər ki, biz, baxın sizə bayaqda ipucu verdim var. De görüm Hüseyin o mənə. Məndə fikir. Fikir doğrudur. Bəli, oturduğumuz yerdə piknikə getdik, işə tələsdik, qəzanı gördük, yol işarələrindən keçdik. Baxın, neçə dənə müxtəlif məqamlardan gəldik, keçdik, düzdür? Gəlin o zaman bugün sürət mövzusu ilə bağlı qarşımıza məqsədlərimizi aydınlaşdıraq ki, biz bugünkü dərsimizin sonuna qədər nələri öyrənək? Sürət, sonra məsafə, zamanı aydınlaşdıraq, zaman, bir dəqiqə tələsməyək, xorluğu cavab verməyək, zaman, bunları öyrənmək, bir də nə olsun məqsədimiz? Bir də məqsədimiz aşağıda olsun ki, sürəti müxtəlif nümunələrlə izah edə bilək. Neyniyək? Sürəti nümunələr əsasında izah edək. Asan, izah etmək. Yaxşı, onda belə bir sual ortaya çıxır ki, uşaqlar. Belə bir sual ortaya çıxır ki, bəs yaxşı, biz bu məqsədimizi reallaşdırmaq üçün, bax sizin dediklərinizi reallaşdırmaq üçün nələr etməliyik, nələri bilməliyik? Zamanı. Aha, bir dəqiqə tələsməyək. Deməli, məqsədimizə çatmaq üçün, düzdürmü? Məqsədə çatmaq üçün, bax, bütün bunları reallaşdırmaq üçün nələri istifadə edəcək? Hansı vasitələrdən, hansı üsullardan istifadə edə bilərik? Hansı üsullardan, üsul və vasitələrdən, belə qeyd edək. Aha, hansı üsul və vasitələrdən istifadə edə bilərik? Yaxşı, gəlin o zaman uşaqlar, özümüz üçün bir proqnoz edək. Bir proqnoz reallaşdıraq. Dərsimizin hələ əvvəli olduğuna görə bir proqnoz verək ki, gəlin baxaq görək. Bax, sürəti yaxşı başa düşmək üçün, onu anlamaq üçün daha nələri gözəl bilməliyik? Kimdir? Rahiddə nə? Məsafəni bilik. Aha, başqa. Başqa nə edək? De görüm Hülya. Mənim zaman. Zamanı bilməliyik, doğrudur. Başqa nəyi bilək uşaqlar? Cahitdə görüm bilirsən. Saat öyrənməliyik, bəli. Çünki nədir? Saat, dəqiqə, saniyə anlayışı sürətdə bizim köməyimizə çatacaq. Başqa nəyi bilməliyik uşaqlar sizcə? Örzadə görüm bilirsən. Mən uzunluğu bilməliyim. Uzunluq vahidlərini də, düzdürmü? Uzunluğu bilməliyik. Başqa var mı köməyimizə çatası məsələ? De görüm Səkinə. Aha. Məsafə. Məsafəni yazmış qızım. Məsafəni, zamanı, saatı, bir də bunları təbii ki, neyə de görməliyik. Hesabı bilək. Yaxşı, bir də uşaqlar hesabı bilək ki, bunları necə hesablamalı olduğumuzu bacaraq. Bu bizim proqnozumuz, uşaqlar. Gəlin, bu proqnozumuzu verdik. Biz özümüz üçün aydınlaşdırdıq ki, bu proqnozu reallaşdıra biləcəyik görək dərsimizin sonunda. Baxaq görək, bizim proqnozumuz qarşımıza qoyduğumuz məqsədi tam ödəmiş olacaqmı? Biz onu reallaşdıra biləcəyik? Gətir davam edin. Ondan ötürü birinci nə etməliyik? Təbii ki, qruplara ayrılmalıyıq. Mən sizin üçün burada rəngli kağızlar, nömrələnmiş kağızlar hazırlamışam. Səliqə ilə tez-tez yaxınlaşın. Hər kəs
diqqətli olaq. Aha, keçin. Bu sizin komandanın işi. Diqqətli olun. Tələsməyin. Sonra bir dəqiqə tələsməyin. O zərflərlə açmırsınız uşağı. O sizin ikinci tapşırığınızdır deyənlər. İkinci tapşırığınızdır deyənlər. Diqqətli olursunuz. Həmin tapşırığa diqqətli olursunuz. Deməli, bir şərti ilə tanış olun. Hər qrup işinin tapşırığında, uşaqlar, bir dəqiqə müzakirə saxlayın. Müzakirə ilə başlamış, bir dəqiqə. Hər tapşırıqda, hər iş verələrində 2 dənə tapşırıq var. O tapşırıqların şərtinə tanış olursunuz. Birinci tapşırıq, bugün öyrəndiyimiz mövzumuzu əhatə etdiyinə görə onunla bağlı diqqətlə sualları oxuyursunuz. Ondan sonra, sualları oxuyandan sonra tapşırığın şərtini anlayandan sonra başlayırsınız həll eləməyə. İkinci tapşırığımız isə yaradıcı tətbiq etmədir və yaradıcı tətbiq etmə nədən ibarətdir? Orada sizə zərfin içərisində müxtəlif fiqurlar verilib, həndəsi fiqurlar. Siz o fiqurların tanqramları hazırlayacaqsınız. Hazırladığımız tanqramları eyni zamanda alınan fiquru haqqında da məlumat qeyd edəcəksiniz. Aydındır. Demişdim sizə ki, evdə kiçik bir araşdırma aparın mövzu ilə bağlı ki, neyin? Müxtəlif mövzularda araşdırma əlinizdə məlumat olsun. Yəni, tələsmirik, diqqətli oxuyuq tapşırıqları. Yekunlaşdırdıq. Qrupunun məsafə qrupu və hesab qrupu. Gəlin baxaq görək, sürət qrupu kimidir, dənssizim, eləmi? Məsələni həll etmə. Oxu zəhmət olmasa tezsiz. Avtomobil A şəhəri ilə B şəhəri arasındakı 360 km yolu 4 saatə getdi. O sürətini 30 km artırsaydı, həmin məsafəni neçə saatə gedərdi? Deməli, uşaqlar, yoldaşlarınız həll edib bir avtomobilin 1 saata getdiyi yolu tapıblar. 360-ı bölüb 4-ü 90. Sürətini 30 km artıranda nə qədər yol qət eləməyini tapıblar. 90 üzərinə 120 gəlib, 30 gəlib 120 km/saat. Daha sonra avtomobil sürəti 30 km artandan sonra A ilə B arasındakı məsafə neçə saata çatar? Burada da bölüb alıblar cavabı 3 saat. Düzdürmü uşaqlar? Gəlin alqışlayaq. İkincisi tanqram qurmaqdır. Dəvəquşu qurmalıydılar. Hərçənd ki, dəvəquşu tam oxşada bilməsə də yoldaşlarınız. Dəvəquşu haqqında da məlumat veriblər. Buyurun, dənizdə təqdim edə məlumatınızı nə hazırlamışsınız? Dəvəquşu ən böyük quşdur və sosial quşdur. Dəvəquşu 10-50 quşdan ibarət sürüdür. Afrikada yaşayır. Yumurtasının çəkisi 2 kilograma bərabərdir. Yumurtasının boyu təqribən 16 sm bərabərdir. Yəni, öyrəndiyiniz məlumatlar bu qədər. Bəli. Təşəkkür edirik. Əyləş, dənizi gəlin alışlayalım. Velosipedçi 3 saata 36 km yol gedirsə, velosipedçinin sürətindən 6 dəfə böyük olan motosikletçi 4 saata nə qədər yol gedər? Uşaqlar, qulaq asır yoldaşlarınıza. Deməli, velosipedçinin 1 saata getdiyi yol komanda birinci 36 bölüb 12 km/saat. Sonra motosikletçinin 1 saata getdiyi yol tapıblar. 12'ni 6'ya vurup 72 km. Daha sonra ise 4 saatte neçə kilometre yol getdiyini de tapmaq üçün 72'ni 4'e vurup 288 km/saat. Doğrudur mu mesela? Doğrudur. Bir qurmaq tapşırığı verilmişdir. Yani diğer qruplara nəzər salanda xeyli oxşarlıq var. Hardasa məqbul qəbul edir və bu raket haqqında nə məlumat yazmışsınız? İlk raket 1266-cı ildə Çində elan olunur. Yuri Gagarin bu raketlə 1926-cı ildə ilk kosmosa uçuş İlk kosmosa uçan adam olubdur. Raketin uzunluğu 30 metr, çəkisi 22 tam, %29 ton olur. Diametri isə 3 metr. Aha. Gəlin yoldaşlarımıza alışlar. Əsma buyur, məsələni siz oxu. 3 saata 42 kilometre yol gedən motosikletçi fasilə üçün dayandı. Fasilədən sonra
həmin sürətlə 5 saat yol gedən motosikletdə cəmi nə qədər yol getdi? Aha. Məsələnin deməli həllində uşaqlar motosikletçi 1 saata getdiyi yolu tapıblar, 43-ə bölüblər 14 km/saat. Daha sonra ikinci sualda 5 saata nə qədər yol getdiyini tapıblar. 14-ü 5-ə bölüb 70 km. Daha sonra isə motosikletçinin cəmi nə qədər yol getdiyini tapmaq üçün hər iki məsafəni toplayıb 112 km alırlar. Tanqıran tapşırıqları pişik idi. Tam pişiyə oxşamasa da, yəni xeyli hissəsini oxşadıqlar. Yoldaşlarınız zəhmət olsa pişik haqqında nə yazması məlumat olur? Pişiklər fasiləsinə aid məməli heyvan cinsidir. Təxminən 60 pişik cinsi müxtəlif pişik xüsusiyyətləri tərəfindən tanınır. Çəkisi 3,5-7 kilo, boyu 50-70 sm, ömrü 15-20 il olur. Pişiklər şirin dad bilmir və insan kimi yuxu görürlər. Aferin, maraqlı məlumatlar. Alışlar. Siz təqdim elə qızım. 140 km yolu isabət getdikdən sonra sürəti 15 km/saat avtomobil daha 4 saat yol getdi. Avtomobil 4 saat yolu hansı sürətlə gedir? Aha, bir dəqiqə qulaq asaq yoldaşlarımıza. Gəlin baxaq uşaqlar, yoldaşlarınız birinci avtomobil 1 saatda nə qədər getdiyini tapıblar. 142-yə bölüblər 70. Daha sonra 4 saatda getdiyi sürəti nə qədər olduğu üçün 70-dən də 15-i toplayıblar. 15 km artıq demək 85 km. Doğru tapşırıq yerinə yetirilib mi? Doğru. Gəlin alqışlayaq yoldaşlarımıza. Yoldaşlarınızın gəmisi yer azdığına görə köndələndir, ona yəni gəmini alıblar ən azından gəmi modelidir. Buyurun, zəhmət olsa gəmilər haqqında məlumat verir qızım. Təqribən 3000 əvvəl Aralıq dənizində meydana gəlib. Bu gəmilərdə avarlardan başqa yelkənlər də var idi. Bu gəmilər dənizdə yük daşıyır, hərbi səfərlərə çıxırdılar. Ən sürətli yelkənli gəmi quruçay daşıyan yelkənli gəmi hesab edilirdi. Belə gəmilər təqribən 400 min, 700 kilometrdən çox məsafə qət edirdi. Aha, təşəkkür edirik Fərdi. Təşəkkür edirik. Durum işlərlə tanış olduq uşaqlar. Onda belə bir nəticəyə gəldik ki, bizim üçün sürəti öyrənməyə zaman, məsafə vacibdir ki, bunlar bir-biri ilə əlaqəlidir, düzdürmü? Gəlin onda baxaq görək sürət nədir? Deməli uşaqlar, sürət müəyyən vaxt zaman ərzində hərəkətin icra tezliyidir. Yəni bir işi mən hansı tezlikdə, hansı sürətdə yerinə yetirirəmsə, bu mənim sürətimdir. Zaman anlayışı isə deməli müəyyən vaxt, saat, dəqiqə, zaman kəsiyi deməkdir. Məsafə də gedilən yol müəyyən hansısa bir nöqtədən digər bir nöqtəyə qədər olan aralıqdır. Yəni, yəqin ki, bura qədər sizə aydındır bu anlayışlar. O zaman gəlin burada öyrəndiklərimizə əsasən bəzi varlıqların sürətlərinə eyniləşdirmə eləyək. İlbizin sizcə bu verilən sürətlər arasında sürəti hansı olur? Santimetrlə bərabər ola bilər, deyək ki. Yaxşı, bu hər bir vertolyotun deyək ki, nə qədər ola bilər? 310 ola bilər. Maşın, avtomobil hər bir 80 km/saatla birləşdirək. Yaxşı, digər uçuş helikopteri 800 km/saatla, zebrin sürətini də 30 km/saatla birləşdirdik ki, məntiqən onların tam dəqiq ölçülərini aydınlaşdıra bilməsək də, yəni bizim öyrəndiyimiz meyarlara və məlumatlara əsasən bunları bu cür qəbul etdik. O zaman mövzumuz sürət olmuşkən tez bir ildırım sürətli sorğu keçirək. Mən hər komandaya bir dənə sual verəcəm. Burada məqsəd nədir? Düşünüb 3 saniyə ərzində ya hə ya yox cavabını verəcəksiniz. Heç bir komanda digər yoldaşına qarışmır. Yalnız həmin komandanın üzrə aiddir. Ya hə ya yox. İkisindən birini seçirsiniz, əlavə məlumata ehtiyac yoxdur, sonra dəyərləndirməyəcək. Sizcə sürət zamandan asılıdırmı? Hə. Keçək ikinci komandaya. Zaman məsafə ilə oxşardırmı? Yox. Keçək üçüncü komandaya. Məsafə olmasa sürəti tapa bilərik? Yox cavabı aldıq. Sürət hər zaman yaxşı olurmu? Bizim üçün müsbətdirmi? Yox. Aydınlaşdırdıq ki, sürətli komanda sorğusunda, ildırım sürətli sorğuda siz müəyyən suallara, mənim verdiyim müəyyən suallara hə ya yox cavabı verdiniz. Mən birinci komanda sürət zamandan asılıdırmı deyəndə yox dediniz, düzdürmü? Sürət zamandan hə dediniz, üzr istəyirəm. Hə dediniz. Deməli, həqiqətən uşaqlar, sürətlə zaman bir-birinə bağlılığı varmı? Bəli, sürətin getdiyimiz müddəti nə ilə əlaqəlidir? Zamanla əlaqəlidir. İkinci sorğuda zaman məsafə ilə oxşardır, yox cavabı verdiniz. Bəli, düzdür, zaman başqa bir anlayışdır, məsafə isə tamamilə başqa anlayışdır. Bəli, onların sürətlə yardımcı üsul olduğunu qəbul edirik, amma bir-birinə oxşarlıqları qəti yoxdur. Üçüncü məsafə olmasa
sürəti tapa bilərikmi? Yoxdur biz. Xeyr, bu cavab səhv idi. Nəyə görə? Məsafə olmasa sürəti tapırıq. Zaman və sürətə görə tapmaq mümkün olur. Aydındırmı? Və dördüncü, sürət hər zaman yaxşıdırmı? Yox cavabı verdiniz. Siz də düzgün cavablandınız. Çünki bizim üçün mənfi və müsbət cəhətlərini daha əvvəlki proqnozumuzda aydınlaşdırmışdıq. İndi uşaqlar, gəlin sizlə bir kibrit oyunu keçirək. Deməli, bu kibrit oyununun məqsədi, əsas məzmunu nədən ibarətdir? Sizdən bugünkü dərsimizdə öyrəndiklərinizlə bağlı nələri ki beynimizə yığdıq, nələr ki bizim üçün bugün bu dərsdən yaddaşımızda iz saldı, mən bir kibrit yandıracağım. O kibrit bitənə qədər olan müddətdə siz fikirlərinizi söyləyəcəksiniz. Görək hansı komanda daha çox fikir söylüyor, hansı komanda daha çox fikir üretmeye çalışır. Baxaq görə başlayalım birinci komandamızdan, hesab komandasına. Kibriti yandıran komanda üzvləri, kibrit mənim əlimdə sönənə qədər bugünkü dərslə bağlı nələr yadınızda qaldı, özünüzlə evə və həyatınıza nələri daxil edib aparırsınız, onları aydınlaşdıracağıq. Buyurun. Məsafə, mənim sürət, Dinləyə. Məsafə, sürət, Zaman, saat, uzunluq, hesab. Bunlar. Yəni proqnozumuzu özü Gəminin ixtirasına bağlı məlumat almışsınız. Aha, başqa. mən məsələ həlləri, Məsələ həlli, sürət məsələlərin həllini öyrəndiniz. Aha, yaxşı. Başqa? Bu qədər. Gəlin davam edək ikinci komandayla. Aha. Buyurun. İmkan qədər təkrarlara yol veririk, amma onlar arasında təkrar olur. Yəni, siz nələr öyrənirsiniz, onlardan fərqli olur, onları vurgulamağa çalışırsınız. uzunluq, hesab, məsələ həlli, həlli haqqında məlumat, Ona danışırsınız, yaşa başa düşün. Siyah haqqında məlumat, gəl haqqında məlumat, roket haqqında məlumat. Yaxşı. Aha, başqa. Sonra işıq sürəti. Oldu. Aydındır. Bir dəqiqə uşaqlar. Davam edək üçüncü komandamızdan da. Aha, buyurun, siz nə yaparsınız? Aha. Yəni, təbiətlər, insan həyatında hərəkətlər arasında təzadı belə deyil. Aha, başqa? İzlədiyimizdə gerçək həyatda bunlarla rast gəldiyimizi, məsələ həllini, roket haqqında məlumatları. Sürətin həmişə bizə müsbət və mənfi olmadığını. Yaxşı. Aha. Davam edək. Siz də nəhayət son komandamızda. Aha, buyurun. Aynen birinci də mədi fəlakətləri öyrəndik, hesab öyrəndik, məsələ həllərini öyrəndik. Bir-birimizi dinləyək. Şiir cinsini öyrəndik, sonra məsələ həlli, sürəti öyrəndik, sürəti daxilama şeyləri, məsafəni, zamanı, saatı, sonra uzunluğu öyrəndik. Yaxşı, uşaqlar. Aha, var başqa əlavəniz? Sonra məsələ həllərini öyrəndik. Məsələ həllərini öyrəndik. Yaxşı. Gəlin onda biz bugünkü qarşımıza qoyduğumuz, dərsimizin əvvəlində qoyduğumuz proqnoza bir də nəzər salaq. Bugünkü mövzumuz nə idi? Sürət. Biz aydınlaşdırdıq ki, sürəti bizim yaddaşımızda həkk eləmək üçün bizə yardımcı üsullar hansılar oldu? Yaxşı uşaqlar, qarşımıza qoyduğumuz məqsədlə proqnozda verdiklərimiz üst-üstə düşdümü? Həqiqətən haqlıydırmı? Bəli, haqlıydıq. O zaman gəlin tez bir dənə sürətlə qiymətləndirmədə aparaq. Daha sonra isə əslimiz yaxınlaşsın. Emosionallığımızı əlavə etmişik. Bu qiymətləndirmə üsuluna əsasən birinci sürət qrupu uşaqlar dursun ayağa zəhmət olmasa. Alqışlayaq yoldaşlarımızı. Tam belə deyək də, yəni tam istədiyimiz formadan ala bilmədiyinizə görə akademik biliklərinizdə 4 qeyd edin, 4 balla qiymətləndirin. Sosial bacarıqlarınız, bir-birinizlə əməkdaşlığınız, yoldaşlarınızı dinləmə qabiliyyətiniz, yəni orta yaxşı səviyyədə edək 5 balla qiymətləndirin. Emosionallıq da öz hissləriniz və həyəcanınızı abartının abartısı dərəcəsində ifadə etdiyinizə görə onu da 5 balla qiymətləndirin. Alqışlayın. Uşaqları daxilmaya zəhmət olmasa, zaman komandası raketi daha çox bənzədilənlərdən biri olduğunuza görə, yəni tapşırıqda səhvsiz, qüsursuz yerinə yetirinizə görə 5 bal, sosial bacarıqlarınızı bəyəndim, yəni əməkdaşlığınız yaxşı idi 5 bal və emosionallığınız da yetərincə var idi 5 bal. Alqışlar komandası. Məsafə komandası
məqamları xoşuma gəlmədiyini görə 4 balla qiymətləndirdik. Emosionallığınız da yerindeydi, 5 bal. Alqışlayın mən. Hesab komandasının gəlgisi tərs dursa da ən düzgün variantda yerinə yetirilib. Məsələdə səhvlər yoxdur, məlumatlar yetərlidir, 5 bal. Əməkdaşlığınız xoşuma gəldi, 5 bal və bir də sosial emosionallığınız da yəni var idi, yetərincə özünüzü göstərə bildiniz, ona görə 5 bal. Alqışlayın. Ümid edirəm ki, uşaqlar, bugünkü mövzumuzdan sizin üçün həm maraqlı oldu, həm yadda qalan çox məqamlar oldu. Ev tapşırığı olaraq götürəcəksiniz zaman və sürət mövzusunda qısa esse yazmalı. Sizə yaradıcı tətbiq etmə olsun, yenə belə bir şey düşündüm ki, evdə öyrəndiyimiz zaman və bundan əvvəlki riyaziyyat mövzusunu zaman edə bilirsiniz. Zaman mövzusu və bugünkü öyrəndiyimiz sürət mövzusunu ikisini bir-birinə əlaqələndirirsiniz. Onlar haqqında öz düşüncələrinizi esse şəklində yazıb gətirəcəksiniz. Aydındır? Gələn dərsimizdə bunu müzakirə edəcəyik. Oldu mu? Bəli. Sağ olun.